Tutun, belə rahat. Aha, hə. Buz hissəsindən yavaş-yavaş aparın. Hə, bir dəqiqə saxlayın. O bıçağı qoyun. Bu götürün. Hı -hı. Hə. Aha. Tələsməyin. Çox əyməyin bıçağı. Bıçağı biraz belə qaldırın ki, aha, zərər verməyəsiniz ətindən. Uc hissəsindən götürün ki, indi bax bir dənə saxlayın. Görürsüz bax aralandı. Görürsüz? Eyni qaydada bax burdan da bax burada bunun üzgəci var idi da. Bu hissəsindən götürəcəksiniz, axıra kimi gələcəksiniz. Quyruğu amma açmırsınız. Quyruq bağlı qalır. Bu formada qalır da elə bir quyruq hissəsi. Tələsməyin. Bunu şey eləmək. Biraz bıçağı yox, əyməyin belə. Bıçağı bax burdan aparın belə. Rahat olsun. Bax əyin biraz yuxarı ki, sümüyə tutasınız. Bıçaq aşağı olanda ətə dəyir. Yuxarı olanda sümüyə dəyir. Rahat kəsin, kəsin, kəsin. Aha. Hə, çox saldınız bıçağı. Bax. Burada. Bir dənə mən sizə göstərim. Keçin bu yana. Bax, dəşib əti bu yandan çıxırsınız. Uc hissəsi ilə həssas. Baxın, yavaş-yavaş. O xırda tık-tık səs gəlir la. O sümükdən ayrılan hissədir. İndi bax, burada bir damcı qalıb, düzdür? Bunu bıçağı bax, sümüyə diriyib mən sürtürəm. Ki, ətə zərər dəyməsin. Ət balığın üstündə qalsın. Ancaq onurğası ayrılsın. Bu formada. Görürsünüz, biraz burada girmişdiniz, onun zərəri yoxdur. Yavaş-yavaş birinci dəfədən sizdə istədiyiniz kimi onsuz alınmayacaq. Yəni, o normaldır. Heç kimdə birinci səfərdən o istədiyiniz kimi ideal alınmır. Bir müddətdən sonra yavaş-yavaş öyrəşəcəksiniz. İndi bax, bu hissə getdi, düzdür? İndi eyni bax, buradan, bu hissədən. Yavaş-yavaş ucu ilə. Bax, görürsünüz səsi. Bax, ucu ilə girirsiniz sümüyə. Yavaş-yavaş aparırsınız axıra kimi. Burada da bax, bu hissədən götürəcəksiniz. Ki, siz buradan çatın, mən burada sizə kömək edəcəm.